Herkese salam. Gəlin beraber bu şekilde açarlıklar hazırlayaq. Bunun için bizə nə az nə çox 32 dənə muncuq lazımdır. 1 metrdən biraz çox jilka və bir dənə də belə açarlıq aparatı. Hal-hazırda mənim işlətdiyim muncuq 8 nömrədir. Daha önce de vurgulamıştım videolarımdakı. Əgər muncuğunuz 8 nömrədirsə, o zaman sizin jilkavız 5. Əgər muncuğunuz 10 nömrədirsə, sizin jilkavız olacaq 6. Yəni biz muncuğu jilkaya görə təyin edirik. Jilkanın fərqi yoxdur. Hansına istəsəniz ala bilərsiniz. Mən də hal-hazırda bu jilkadandır. Harca təxmini 1 metrdən biraz çox kəsirəm jilkanı və başlayıram hazırlamağa. Birinci mənə lazımdır 4 dənə muncuq. 4 dənə muncuğu bir-bir jilkaya keçirdirik. 1 2 3, bu da 4. Her iki ucunu beraber tuturuq. Daha sonra ilgəyimizi hazırlamaq üçün jilkaların ikisini barmağımızın üstündən aşağı edirik və bunu elə gəldiyi yerdə muncuqdan geri qaytarırıq. Belə bir ilgəy əmələ gəlir və digər jilkanı da o ilgəyin içindən keçirdib hərəsini öz istiqamətində dartırıq. Artıq ilgəyim hazırdır və möhkəmdir. Baxın, buraxsam belə dağılmır. Çanta toxuyarkən də buna diqqət etmək lazımdır. Daha sonra 2 muncuq fərq etməz. Bir jilkanın üstə taxırıq. 1 2. Bir muncuqsa bir jilkaya. Və bizim yenə 4 muncuğumuz olur. İkisi bir tərəfdə, baxın. İkisi bir tərəfdə, biri burada, biri də burada, 4 dənə. 2 dənə muncuq olan yerdən isə nə edirik? Hər zamanki kimi ilgəy edirik. Digər jilkanı içindən keçirdirik. Və yenə bu qayda ilə devam edirik. Yine 2 dənə muncuq bir tərəfə, bir dənə muncuq isə bir tərəfə taxdıq. Ağzını bağlayırıq və ilgəy edirik. Bərkitdik. Bu bizim açarlığımızın, baxın, bu hissəsidir.